Baxıram ki, bu ölkədə hamı düzdür. Səhv edən bir mənəm. Publikaz xəbər verir ki, bunu Qaynar İnfoya açıqlamasında müğənni Nadir Qafarzadə sosial media profilində sənətkar sözünü sənəkar yazdığına görə tənqid olunmasına reaksiya verərkən deyib. O bildirib ki, bəzi adamlar gündəm yaratmaq üçün başqalarında səhv axtarır. Bu gündə gündəm mənəm. Amma həmin insanların özləri, həyatları bütünlüklə səhvdir. Onların yaşaması belə səhvdir. Bədbəxtdilər. Tək ki, mənim səhvim elə bir hərfdə olsun. Adamlar var, bütün həyatları səhvdir. Normal həyatımı yaşayıram. Başqaları kimi deyiləm. Heç olmaq da istəmirəm. Öz dünyam, ailəm, düşüncəm və həyat tərzim var. Nadir Qafarzadə telefonla yazanda əksər şəxslərin səhv etdiyini vurğulayıb. İndi bir səhv etmişik. Burada nə var ki, onu xəbərə çeviriblər? Mən yaxşı ifaçıyam. Yaxşı ifaçı da yaxşı sənətkar deməkdir. Səliqəli ifaçıyam. Sovet məktəbi görmüşəm. Yaxşı ifaçılardan dərs almışam. Onlarla birgə səhnə bölüşmüşəm. Səhnədə yaxşı ifaçılar mənə örnək olub. Xalq və bəstəkar mahnıları oxuyuram. Böyük kollektivlərlə işləmişəm. Duetlərim var. Hamısı da sevilib. Əgər mən bunları bacarıramsa, deməli sənətkaram. Xatırladaq ki, müğənni Nadir Qafarzadə tənqid olunub. Buna səbəb onun Instagram hesabında etdiyi dəyişiklik olub. Nadir Qafarzadə profilində sənətkar Nadir Qafarzadə olaraq dəyişəndə sənətkar sözündə səhv edib və sənəkar yazıb.